Onun ne işi var orada? Bakalım, Allah səbir versin, Allah onun köməyi olsun. Səyyad Aran çıxışında qeyd etdi ki, tarixi abidələr iş adamlarına verilsin, onların restavrasiyası, təmiri və s. Bir sual ortaya çıxır. Mən ironiya ilə deyim, yaxşı elədi dedi. Onun nə işi var orada? Səyyad Aranın nə işi var parlamentdə? Bax, nə işi, onun orada nə işi var ki, orada da elə, belə deyək, gülməli, heç bir əsası olmayan, nə bilim, belə bir təklif versin. Nə işi var Səyyad Aranın orada? Mübariz Qurbanlının nə işi var orada? Bu düz eləyir. Bu da arxanızda Qız Qalasının şəkli var. Nə qəşəng görə üstünə yazır Səyyad Kabab evi. Səyyad Aran dönərxana, Qız Qalası hər mərtəbəsi, dönərxana, kababxana, xaşxana, bunların kafası budur, bax, xaşxana kafasıdırlar, kababxana kafasıdırlar bunlar. Bunlar tarixi abidə nədir, tarix nədir, mədəni irs nədir, kök nədir? Yox, ay ki, pul var, vəssalam, əllə elə geçsin. Məsələn, mən indi Türkiyədə maraqlandım, muzeyə giriş, bax, öz vətəndaşları üçün 9 manat, turistlər üçün 90 manat. Bəli. Görün, orada növbə var idi. Nə qədər pul qazanılır. Bizdə kabab, Qız Qalası önəmlidir. Qız Qalasının üstünə bir restoran, qəşəng, belə işıqlar filanlar. Şirvanşahlarda da kabinetlər, Şirvanşah sarayında bu şah sarayı ayrıca qiymət filan, orada da qəlyan, qəşəng. Amma bu kafa budur. Vəssalam. Kafa budur bunların. Hələ yaxşı ki, bu deyir, ağıllısı budur. O birislə gör danışsan olar. Neçə deputat danışıb indiyə qədər. Və 24-dən neçə nasıl seçirlər bunlar güya? Sentyabrda. Neçəsi danışıb? Neçəsini eşitmişsiniz? Görün də danışsalar, xəzinədir, maşallahdır. Qaynayır. Yəni danışdıqca üzə çıxarlar. Sahibə xanım, Allah səbir versin, Allah onun köməyi olsun. Sahibə xanım da çox agresif deyir. Nağarsın, nə deyəcək? Bu onun ayıbı da, o eyni partiyadandır, eyni yerdən. Onun şey demir ki... Siz Tahir Kərimlini gözüm çıxır. O özünkü daxı. O deyir, sən istədiyin nədir qardaş? Bu layihə Səyyad müəllim. Yapıdan da elə Səyyad müəllim, özü müstəqildir. Nə müstəqil. Yəni, baxın, bu məsələlərdə, qardaş, nə danışırsan, sən nə demək istəyirsən, bu təklif, sən görmürsən kim göndərib, bazen gəlib, təklifi kim verib. Yəni, valla bilmirəm, mən indi parlamenti niyə Səyyad Aranı orası buraxırlar ki, niyə o Səyyad Aran siyahlara düşür ki, o da gəlib belə danışsın. Niyə Mübariz Qurbanlı, niyə digərlər orada olur ki, belə də danışırlar, yaxşı edirlər. Nə danışacaq? Yəni, Səyyad müəllimdir də.